özlü kategoriya. Aha, nə yerli bölməsidir asan xidmət mərkəzləri? Asan xidmət Mərkəzi İcra Hakimiyyətinin MİHOLların yerli bölmələri deyilmə. Xeyr. Nəzakət nəyin yerli bölməsidir? Asan xidmət mərkəzi. İnnovasiyalar mərkəzi. Onun Vətəndaşlara xidmət üzrə Sosial İnnovasiyalar Agentliyidə Prezidentin Ali Attestasiya Komissiyası neçəncidir bəs? Neçənci kateqoriya? Mənim ali kateqoriyadır. Ali Attestasiya Komissiyası alidir yoxsa 2-dir? İkinci kateqoriya. İkinci kateqoriyadır. Bəs Ombudsmanın regional bölmələri neçənci kateqoriyadır? Ombudsman regional bölmələri 3-cü kateqoriya. Bax, yadda saxlayın həmişə. Yerli desə, özündən 2 kateqoriya aşağı olur. Bax, məsələn, Ombudsmanın özü neçənci kateqoriyadır? Aparatı. 1-dir. Görsən, Maysal, regional mərkəzləri, yerli bölmələri deyəndə 2 üstə gəlirik, elə bir 2 balaca kiçik də düşəcək 3-ə. Yaxud da bax, Vətəndaşlara xidmət üzrə Sosial İnnovasiyalar Agentliyi özü 2-dir. Asan xidmət mərkəzləri onun regional bölmələri olduğuna görə neçəyə düşəcək? 4-ə. Yaxud da hansısa nazirliyin regional bölməsi, hansısa mərkəzi icra hakimiyyəti orqanlarının regional bölməsi, yerli bölməsi görürüksə, o da yenə özündən 2 kiçik olur da. Düşəcək. Düşür hamısı neçəyə? 4-ə düşür. 4-ə. İnşallah ki, bu təsnifatdan kateqoriyadan bir çətinliyiz qalmadı. Sonra bax, bir sualımız da düşür. Nəzrin xanım desin. Staj hesablanarkən nəzərə alınan müddətlərdən, dövrlərdən. Hansı dövrlər staj hesablanarkən nəzərə alınır? Sınaq müddəti. Sınaq staj müddəti, aha. Sınaq staj müddəti sayılır. Sonra? Bir sual bundan da, hər imtahanın bir sualıdır. Əlavə təhsil də var. O da aiddir. Əlavə təhsil, bax, nə edir? O ödənişli məzuniyyət dövrlərinin içərisindədir də o. Bəli, o dövrdə aid olur da staj müddətinə. Bax, əlavə təhsilə, Qönçə, demişdik ki, əlavə təhsilə necə gedə bilər? Qulluqdan ayrılmaqla, qismən ayrılmaqla, ayrılmamaqla, qulluqda qalmaqla. Bəli. Mən bir də ödənişsiz məzuniyyət dövrü nəzərə alınmır, Ləman. Çünki öz hesabına götürür. Ona ödəniş, məsəl üçün, dövlət məvacibi almır. Nəzrin, başqa hansılar idi? Staj hesablanarkən nəzərə alınan dövrlər. O dövrləri yaxşı yadınızda saxlayın. Çünki bir sual budur. 2-3 sual təsnifat kateqoriya ixtisas dərəcəsidir. 4 sualı gedir. 4-5 sual da düşür imtahana. Bir dənə də sual, o digərlərindən də bir sual, uzağı 2 sual düşür. Səbinə, sağ zəhmət olmasa. Nəzrin, diqqətlə qulaq asır. Deməli, sınaq və staj müddəti 91-ci il 18 oktyabra qədər Sovet Sosialist Respublikalarında işlədiyi müddət, məsələn, Türkmənistan, Özbəkistan və s. Sonra analıq məzuniyyət, sosial məzuniyyət və qismən ödənişli məzuniyyət. Ödənişli məzuniyyət, bütün ödənişli məzuniyyətləri məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə məcburi iş buraxma dövrü, Yox, məhkəmənin qanuni qüvvəni demirik. Deyirik, məhkəmə və ya müvafiq səlahiyyətli orqan tərəfindən müəyyən edilmiş məcburi iş buraxma dövrü. İş buraxma dövrü, bəli. Sonra əmək qabiliyyətinin müvəqqəti itirdiyi dövr, daimi yox, müvəqqəti itirdiyi dövr. Bəli, müvəqqəti itirdiyi dövr. Yaxud da dedik ki, əgər əmək haqqısı saxlanılırsa, vəzifəsi saxlanılırsa, yəni o şərtlə əmək
Dövlət qulluğundan müvəqqəti ayrıldığı dövr. Hərbi xidmət dövrü dövlət qulluğunda işləyərkən hərbi xidmətə və yaxud başqa bir təlimlərə cəlb olunursa, o müddətdə nəzərə alınır. Məsələn, 1 il gedirsə hərbi xidmətə, o 1 ildə staj kimi hesablanır. Bəli. Yaxud 5 ay gedirsə, 3 ay gedirsə, o təlim də ola bilər və s. Təzədən təkrar öz işinə qayıdırsa, dövlət qulluğuna qayıdırsa, həmin o nə qədər müddət ki olubsa hərbidə, o müddət staj hesablanarkən nəzərə alınır. Xalidə, bəs stajı kim hesablayırdı? Stajı Kim hesablayır? orqanikdir yoxsa? Qulluq keçdiyi, dövlət qulluqçusan, sən dövlət qulluqçusan, sənin stajını kim hesablayacaq? Sənin qulluq keçdiyin dövlət orqanı. Orqanı, bəli. Aha, dövlət orqanı. Nə vaxtdan hesablanır? Staj müddəti mənim o 6 aydan sonra. 9 aydan sonra. 9 Daimi aydan dövlət sonra. qulluğuna qəbul olunduqdan sonra. Bax, 9 ay yadda saxla. Daimi dövlət qulluğuna qəbul olunduqdan sonra. Bəli. Bu staja görə yaranan mübahisələrdə kim həll edirdi? Xanlar. Dövlət qulluğunu idarə etmə şurası. Dövlət qulluğunu idarə etmə şurası hardan da maliyyələşir? Əmək haqqı fondunu. Aha, dövlət büdcəsindən ayrılan əmək haqqı fondu hesabına maliyyələşir. İllərə görə nə qədər verilirdi staja görə əlavə? Neçə faiz idi faizləri verilir? Bir ildən 5 ilə 5%, mən 5 ildən 10 ilə 10%, 10 ildən 15 ilə 20%, 15 ildən yuxarıda 30%. Aha, yaxşı. Səbinə, əlavə təhsilə hansı səbəblərdən göndərilə bilər dövlət qulluqçusu? Qiymətləndirmənin nəticəsində əlavə əgər qeyri-kafi qiymət alıbsa, qiymətləndirilibsə, əlavə təhsilə yönləndirilir. Dövlət orqanı rəhbərinin təşəbbüsü ilə. Öz təşəbbüsü də ola bilər. Öz təşəbbüsü ilə də əlavə təhsilə gedə bilər. Bir də ehtiyat kadrlar siyahısına Ehtiyat daxil edilməsi üçün. Bəli, edilməsi üçün. Dedik ki, kim tərəfindən göndərilir? Dövlət orqanı rəhbərinin təşəbbüsü ilə, amma öz razılığı da olmalıdır. Dövlət qulluqçusunun öz razılığı əsasında göndərilir. Sonra bax, keçən dərs deməmişdik, dövlət qulluqçusunun vəzifələri. Qönçə, hansı idi dövlət qulluqçusunun vəzifələri? Öz səlahiyyət dəqiqə qarışdırdım sözləri. Bax, məsəl üçün, ümumiyyətcə, bax, o səlahiyyətidir, hüququdur, təminatıdır, məhdudiyyətidir. Bax, məhdudiyyətlə səlahiyyəti daha asan tapmaq olar. Niyə? Çünki bunu etməlidir. Səlahiyyətidirsə etməlidir. Məhdudiyyəti də etməməlidir.